Əziz Oğlaq bürcləri, bugün ulduzlar sizə tələsmədən hərəkət etməyi, hadisələri diqqətlə analiz etməyi və dəyişən şəraitə uyğunlaşmağı tövsiyə edir. Günün ilk saatlarında planlarınızda gözlənilməz dəyişikliklər baş verə bilər. Lakin bu, narahat olmaq üçün səbəb deyil. Gün irəlilədikcə vəziyyət sizin xeyrinizə dəyişəcək, ünsiyyət bacarığınız güclənəcək və bir çox vacib məsələni uğurla həll etmək imkanı əldə edəcəksiniz. Xüsusilə iş, karyera və şəxsi münasibətlər sahəsində axşam saatları daha uğurlu görünür. Günün hansı məqamlarında diqqətli olmalı, hansı fürsətləri isə mütləq dəyərləndirməli olduğunuzu öyrənmək üçün videonu sonadək izləməyi unutmayın. İndi isə keçək Oğlaq bürcünün ətraflı günlük proqnozuna. Bugünün ilk yarısı sizdən maksimum diqqət və təmkin tələb edəcək. Səhər saatlarında hadisələr gözlədiyiniz ssenari üzrə inkişaf etməyə bilər və əvvəlcədən hazırladığınız planlarda müəyyən dəyişikliklər etməli ola bilərsiniz. Ulduzlar göstərir ki, tələsik qərarlar vermək və hər şeyi nəzarətdə saxlamağa çalışmaq əks nəticə verə bilər. Ən doğru yol vəziyyəti sakit şəkildə qiymətləndirmək və hər addımı düşünərək atmaqdır. Günün əvvəlində göstərdiyiniz səbir sonraki saatlarda sizə böyük üstünlük qazandıracaq. Bugün mühüm qərarları mümkün qədər günün ikinci yarısına saxlamaq daha məqsədə uyğundur. İlk saatlarda bütün detalları görmək və hadisələri tam qiymətləndirmək sizin üçün çətin ola bilər. Kiçik görünən bir nüans sonradan böyük əhəmiyyət kəsb edə bilər. Buna görə də müqavilələr imzalamaq, böyük maliyyə qərarları vermək və ya yeni layihələrə başlamaq üçün bir qədər gözləmək daha ağıllı seçim olacaq. Vaxt keçdikcə vəziyyət daha aydın görünəcək və doğru qərarı vermək asanlaşacaq. Planlarınıza təsir edəcək yeni şəraitin yaranması ehtimalı yüksəkdir. Əvvəlcədən müəyyən etdiyiniz proqram dəyişə, bəzi görüşlər təxirə düşə və ya əlavə öhdəliklər ortaya çıxa bilər. İlk baxışdan bu dəyişikliklər sizi narahat etsə də, əslində onlar gələcək uğurlarınız üçün daha əlverişli istiqamət yarada bilər. Çevik davranmaq və şəraitə uyğunlaşmaq bugün sizi uğura aparacaq əsas xüsusiyyətlərdən biri olacaq. İş həyatında ciddi problemlər gözlənilmir. Əksinə, müəyyən gecikmələrə baxmayaraq, bütün tapşırıqlarınızı vaxtında yerinə yetirmək imkanınız olacaq. Gün ərzində iş yükü artsa da, planlı və nizamlı fəaliyyətiniz sayəsində hər şeyin öhdəsindən gələcəksiniz. Oğlaq bürcünün təbii intizamı və məsuliyyət hissi bugün də sizə böyük kömək edəcək. Nəticədə həm rəhbərlik, həm də həmkarlar sizin etibarlı və peşəkar yanaşmanızı yüksək qiymətləndirəcəklər. Həmkarlarla münasibətlərdə kiçik fikir ayrılıqları yarana bilər. Müxtəlif baxışlar və fərqli yanaşmalar səbəbindən qısa müzakirələr yaşansa da, bunlar uzun müddətli problem yaratmayacaq. Əgər sakit və nəzakətli davranmağı bacarsanız, bütün anlaşılmazlıqlar çox qısa zamanda aradan qalxacaq. Mübahisəyə girmək əvəzinə ortaq həll yolu axtarmaq sizə daha çox üstünlük qazandıracaq. Günün sonunda münasibətlər əvvəlkindən daha da möhkəmlənə bilər. Maliyyə məsələlərində ehtiyatlı olmaq tövsiyə edilir. Böyük xərclər və ya riskli investisiyalar üçün günün ilk yarısı uyğun deyil. Əgər maliyyə ilə bağlı vacib qərar verməlisinizsə, əlavə məlumat toplamaq və bütün variantları diqqətlə qiymətləndirmək faydalı olacaq. Günün ikinci yarısında isə vəziyyət daha sabit olacaq və qərarlarınızı daha inamla verə biləcəksiniz. Axşama doğru ulduzların enerjisi tamamilə dəyişəcək. Ünsiyyət bacarığınız güclənəcək, fikirlərinizi daha aydın ifadə edəcək və ətrafınızdakı insanlara təsir göstərmək sizin üçün asanlaşacaq. İnsanlar sizin arqumentlərinizə inanacaq və təkliflərinizi dəstəkləyəcəklər. Xüsusilə işgüzar danışıqlar, mühüm görüşlər və gələcək planlarla bağlı söhbətlər üçün bu vaxt olduqca əlverişlidir. Sizin inandırıcı çıxışınız bir çox vacib məsələnin uğurla həll olunmasına kömək edəcək. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər hiss olunacaq. Ailə üzvləri və yaxın dostlarla münasibətlər daha səmimi olacaq. Əgər son günlər aranızda kiçik anlaşılmazlıqlar yaranıbsa, bu axşam onları aradan qaldırmaq üçün münasib fürsət yaranacaq. Səmimi söhbətlər və qarşılıqlı anlayış münasibətlərinizi daha da gücləndirəcək. Subay oğlaqlar üçün isə maraqlı tanışlıq ehtimalı da istisna edilmir. Axşam saatları dostlarla görüşmək, qonaq getmək və ya müxtəlif sosial tədbirlərdə iştirak etmək üçün olduqca münasibdir. Uzun iş günündən sonra sevdiyiniz insanlarla birlikdə vaxt keçirmək sizə həm mənəvi rahatlıq, həm də yeni enerji verəcək. Maraqlı söhbətlər, xoş emosiyalar və pozitiv mühit bütün günün yorğunluğunu unutduracaq.
Bu görüşlər zamanı gələcək planlarınıza təsir edəcək maraqlı ideyalar və yeni tanışlıqlar da əldə edə bilərsiniz. Ümumilikdə bugün Oğlaq bürcü üçün ilk baxışdan dəyişkən, lakin sonu uğurlu olan bir gündür. Günün ilk yarısında səbirli olmaq, tələsməmək və şəraitə uyğunlaşmaq sizə bir çox çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Axşam saatlarında isə güclü ünsiyyət bacarığınız, inandırıcılığınız və sağlam düşüncəniz sayəsində həm iş həyatınızda, həm də şəxsi münasibətlərinizdə əhəmiyyətli uğurlar əldə edə bilərsiniz. Ulduzlar sizə dəyişikliklərdən qorxmamağı, hər vəziyyətdə soyuqqanlı qalmağı və qarşınıza çıxan imkanları düzgün qiymətləndirməyi tövsiyə edir. Bugün atacağınız ağıllı addımlar yaxın gələcəkdə sizi daha böyük nailiyyətlərə aparacaq.